Geçmiş devam edici zaman forması past continuous grammar lesson 6. Geçmiş devam edici zaman formasının düzəldilməsi. Bu zaman forması was və feilin sonuna ing əlavə etməklə düzəlir. Şəxslərə görə dəyişir. He, she, it, I ilə was işlənir və feilin sonuna ing. We, you, they, və işlənir və feilin sonuna ing əlavə edilir. Bu zamanı başa düşmək üçün hansı halda işlənir bu cümlələrə baxaq. Yesterday, Karen and Joe played tennis. Dünən Karen və Joe tenis oynayırdılar. They started at 10 o'clock and finished at 11:30. Onlar saat 10'da başladılar və 11:30'da bitirdilər. So at 10:30 they were playing tennis. Ona görə saat 10:30'da onlar tenis oynayırdılar. Yəni onların saat 10:30'da tenis oynamağı keçmişdə davam edirdi. Keçmiş devam edici zamanla keçmiş sadə zamanın müqayisəsi. Keçmiş devam edici zaman keçmişdə hərəkətin müəyyən bir vaxtı davam etdiyini bildirir. Amma keçmiş sadə zaman keçmişdə hərəkətin tamamlandığını bildirir. For example, cümlələrə baxaq. We were walking home when I met Dan. Biz Dan'ı görəndə evə gedirdik. Yəni Dan'ı gördüyümüz vaxt bizim evə getməyimiz davam edirdi. Amma keçmiş sadə zamanda cümlə we walked home after the party last night. Biz keçən gecə partidən sonra evə getdik.